Nostaljiya 009-1996-cı il sivil seyflər və sənəd. Bunlar biz niyə danışıram? Azərbaycan vətəndaşıyam deyə deyirəm ki, yəni Azərbaycana qayıdıram. Baxın, təsəvvür 5 il hansı ölkədə qalıram? Statumu da göstərirəm. Hansı ölkədə qalıram? Və təbii ki, öz ölkəmizdə qalanda bir 10 ilə yaxın tək yaşadım. Öz ölkəmizdə yaşaya-yaşaya hər yerdə oturdum, hər yerə getdim. Çatan kimi biz insanları adını, soyadını, biz haqqında qəlbə şeylər danışmağa başladılar. Və mən bu şeyləri şəxs subyektivimə sığışdıra bilmirəm. Olmaz. Gedib kimlərləsə oturub, haradasa oturub, nə bilim, o stolda kimsə olub. Qardaş, mən çıxmışam, hansısa kimsə girib insanların pasport kontrol edib və yoxlayıb, bu это не моя проблема, из Moskvы, из Türkiye, ili Gürcüstan, Dubay, çox ölkələrdə olmuşam. Yəni, mən nə bilim, orada kimlər var. Yəni, bu şeylərə görə mən günahlandıra bilməzlər. Daha dəqiq, dərin olmağına görə də kimlərlə oturmuşam, hamısının videosunu çəkmişəm, sosial şəbəkəmdə paylaşmışam. Çünki elə qızlar var, tanış ediblər, elə oğlanlar var, üzr istəyirəm, tanış ediblər. Prosto mənə deyiblər ki, yəni bunlar oturuşmuş kütlədirlər də artıq necə? Evləniblər. Yəni, biri kimləsələ gedib boşanıb, biri belə eləyib. Yəni, əks təqdirdə nə olur, nə olmaz. Ola bilər ki, Türkiyədə özündə elə olar ki, bir kürdlə otusturarlar məni. Qızlarla padurqam deyir ki, getdik. Oturaq, açıq-açıq danışam sizlə. Ya da bir dostumdur, gedək oturaq bunlardan. Onların da ziddləri var da. Mən də indi özüm üçün tək yaşayıram. Yəni, problem olmasın. İl bizim ölkəyə görə problem olmasın. Belə bir şeylər var. Yəni, bu şeylərə görə həm məsuliyyət daşıyıram, amma daşımadığım yox. Bilmədiyim təqdirdə də. O biri mənə deyir ki, belədir. Biri də deyir ki, başqa birisi, onu da tanıdığı. Deyir, narahat olmadı. Yəni, bu qızdan narahat olma. Bu evlənib. Özü üçün nəsə danışır. Yəni, bunu da ələ veriblər. Belə bir şeylər, yəni bu şeyləri danışmalıyam mən. Çünki bilirsiniz ki, mən də international yaşayan qızam. Uşaqlığımdan Azərbaycan təmsil elə, Türkiyədə təmsil elə, Ankarada təmsil elə, nə bilim, yarışlara qatıl, onu elə medallar al və s. və ilaxır. Mən bugün 30 yaşım olacaq, 29 yaşım olacaq. Bu şeyləri danışma məcburiyyətindəyim. Zəng olunsa hüquqlarımızı tapdalamayaq. Öpürəm sizi.